Şirin diye. Şalom. Sen hara dediysen? Desən babağa səhv qoymuşam. Yəni olmalı baba. Başqasının papağı. Salamlar, necəsiz? Üç uşaqlı ananın bir günü vloquna xoş gəlmisiniz. Mart ayı mənim üçün gözəl başladı və gözəl də bitir. Üzümdən yorğunluq axır, çünki gecə həm oğlum, həm də qızım narahat yatıb. Şam beləcə pamıqlarını yeyim mən. Şirin. Hava soyuq olsa da evdən çıxdıq, gedirik dostlarımızla görüşməyə. Məhkəbi saxlayan da bir dövşən. Çoxdan bunu çıxardır. Why did you take it off? Şunu Rahatlığa bax, Uzanmağına bax ona elə. Balaca dövşən. Bu görüşü 3-4 həftə əvvəl planlamışdıq. Çünki bəzi danışacağımız şeylər var idi. Çox gözəl şeylər baş verir. Allah qoysa sizinlə də bölüşəcəyəm. Bu gördüyünüz coffee shop'un Gənclikdə 2 filialı var. Səhvən biz bura gəlmişdik, dostlarımız isə digər filiala. Buna görə də biraz gözləməli olduq. Sen sorsan geçsin her şeyi var. Dubai'de alınan telefonu bir daha hayırlı olsun. Sağ ol, çox sağ ol. Vereceğim de onu kaç. Kaçını da değil. Kaçır ne kaçmıyor? Bir şey faiz yazıyor. Ya sen de pulu verirsin, biz pulu da verirsin. Koyarsan tam katı. Her şekilde doldur abi. Ne bakıyorsun? Çok iyi doğru. Ne bakıyorsun? Aynı pili. Yadınıza gəlirsə, biz Mədinə və Süleyman ilə birlikdə Dubaya gəzməyə getmişdik. Ayağımız maşallah o qədər yüngüldü ki, biz gedib gəldik, 2 ay sonra oranı raketlə vurdular. Nasıl vloqa qoyacaq? Ərlərimizin başını pişirdikdən sonra biz. Hoşbak kopya içeri. Ayaz bir dakika böyle, etsin aslan olsun. O sana mənasız yapır, o söylüyor. Çayxanalar gəzəcəm. Suyunu xeyir. Biləcərin çayxanalar. Belçika getmən, nə aslanın yazsın yazsın. Hareket etsin. Tep balatın üstünde çürüyün. Burada deyib güldüklərinə aldanmayın. Dubay vloqlarım yadınızdadırsa, hər getdiyimiz yerdə dalaşırdılar. Və bizim Mədinə ilə sanki illərdir bir-birimizi tanıyırmış kimi mehriban olmağımızı da qısqanırdılar. Roma'ya gitsek ha. Söhbətimizi etdik, planımızı qurduq. Sağlıq, salamatlıq olsun inşallah. Allahın izni ilə sizinlə də bölüşüm. Martın son günləri havalar çox soyuq keçir. Adam bilmir palto geyinsin, kurtka geyinsin, yoxsa ki plaş. Qış geyimlərini şifanerdən yığmaq istəyirəm, sonra havalar belə olur deyə yığa bilmirəm. Şəlpələnib yana qulaqları balamın. Növbəti gün balamı bağçaya yola saldım. Yoldaşım isə Novruz bayramı ilə əlaqədar olaraq hələ tətildədir. Bu arada keçən vloqumda kökəldiyimi qeyd etmişdim. Siz də rəylərdə mənə kökəlməyin yaraşdığını bildirmişdiniz. Hər birinizə təşəkkür edirəm. Sadəcə biraz idman etməliyəm, bunun fərqindəyəm. Sizə başıma gələn bir hadisəni danışım. 2 həftə əvvəl maşında qabaqda oturmuşdum. Ayazın su butulkası yerə düşdü. Mən də ön oturacaqdan əyilib arxadakı suyu götürməyə çalışdım. O an sanki oturacağın bel hissəsi qabırğama batdı. Əvvəlcə ağrını hiss etmədim. Sonra dərin nəfəs aldıqda, güldükdə ağrıdığını hiss etdim. Götürdü getdi. Nə vaxt problem yaranırsa, o zaman ilk olaraq ChatGPT ilə məsləhətləşirəm. Problemimi ChatGPT-yə yazdım və mənə dedi ki, əgər ürəyin ağrımırsa, deməli problem yoxdur. Çünki ürək tərəfdən əzilmişdim. Sadəcə əzələ toxumam əzilib. 1 həftə, maksimum 2 həftə ərzində keçib gedəcək.
Həqiqətən də elə oldu. Bugün artıq ikinci həftəm tamam olur və hiss edirəm ki, artıq o ağrını hiss etmirəm. Əyilib qalxdıqda, uşaqları qucağıma götürdükdə o ağrıdan ölürdüm. İnşallah həftədə 1-2 dəfə də olsa idmanlarımı etməyə başlayacağam. Son zamanlar uşaqların yuxu problemi də məni yorur. Düşünün ki, gecə Ayazı yatızdırıram, sonra çıxıram yuxarı Duyğunun yanına, Duyğunu yatızdırıram. Gecə 12 olur, yenidən Ayaz oyanır, deyir gəl yanıma. Düşürəm onun yanına, tezdən yatır. Ne işleyeceğim burada? Su içirsen? Sen susamıştın. Şirin. Sonra gecə yenidən Duyğu oyanır, onun yanına gedirəm. Belə-belə hər iki kravat arasında gedib gəlirəm. Hər iki uşağım da təması sevir. Mənimlə uzanır, məni qucaqlayıb yatır və bu da məni çox yorur. Duyğu tək yatmağa öyrəşmişdi, sadəcə son zamanlar bilmirəm niyə artıq yenidən məni yanına çağırır. Məni izləyən təcrübəli analar varsa, sizdən məsləhət almaq istərdim. Uşaqlarınızı tək başına yatmağa necə öyrəşdirmisiniz? Bildiyiniz kimi əvvəllər Ayazı ayağımda yellədərək yatızdırırdım. Onu son 1-2 aydır ki tərk etmişəm. Şöyle ki, şimdi mesela en son bölümlerde hızlı bitirmeye çalışıyorlar. 20 sayfa, 22 sayfa ezberim oluyor ve böyleyim. Lakin sərbəst yatırtmağa öyrəşdirə bilmirəm. Tək başına uşaq böyütmək və hər şeyə çatmaq həqiqətən də çox çətindir. Hal-hazırda həyatım elə bir mərhələdədir ki, nə tam planlıyam, nə də tam plansız. Sanki hər şey yarım-yarımdır. Plan qururam, amma hər şey plana uyğun getmir. Bəzən günə böyük həvəslə başlayıram, amma günün ortasında tamam başqa ritmdə oluram. Bu arada sizdən bir xahişim var. Kanalıma abunə olub mənə gözəl rəylər bildirməyiniz. Yazdığınız gözəl rəylər məni həvəsləndirir. Əvvəllər hər şeyi daha çox kontrol etmək istəyirdim. Hər şey dəqiq olsun, hər şey istədiyim kimi getsin. Amma indi başa düşürəm ki, həyat düz xətt deyil. Bəlkə də bu qarışıqlıq əslində böyüməkdir. Bəlkə də bu arada qalmaq hissi yeni bir mərhələyə keçməyin başlanğıcıdır. Çünki artıq mən əvvəlki mən deyiləm. Amma hələ tam olmaq istədiyim yerə də çatmamışam. Düzünü desəm, bu his bəzən məni narahat edir. Amma eyni zamanda qəribə bir sakitliyi də var. Sanki həyat deyir ki, tələsmə. Hər şey öz vaxtında olacaq. İndi isə çalışıram ki, hər şeyi mükəmməl etməyə yox, sadəcə yaşamağa fokuslanım. Kiçik anları hiss etməyə və özümü çox sıxmamağa. Balta kişi. Şirinim, şekerim, tatlım, göğsümden bana. Ay sana kurban. Can. Bəlkə də bu mərhələnin mənası elə budur. Hər şeyi həll etmək yox, qəbul etmək. Və sən də həyatın belə bir mərhələsindəsənsə, bil ki, tək deyilsən. Vlogumu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Özünüzdən müğayət olun, hələlik gələn vloqlarda görüşənədək.